Bu gün Yevlağın İsmailabad kəndində baş vermiş silahlı insidentin təfərrüatları məlum olub. Müsavat.com xəbər verir ki, rayon sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov tanışı Qoşqar Novruzovu Winchester markalı silahdan atəş açaraq yaralayıb. Belə ki, 39 yaşlı Zaur Səmədov İsmailabad kənd ərazisində it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin 46 yaşlı sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Zaur Səmədov polis tərəfindən saxlanılıb. Uzun illərdir Amerikada yaşayan aparıcı Aynur Talıbova Banu verilişin aparıcısı Günel Həsənzadə ilə bağlı dediyi sözləri tənqid edilib. Axşamaz xəbər verir ki, Bakıya gələn Aynur şəhər gəzintisinə çıxıb. İçəri şəhərdə bir şəxs ona yaxınlaşaraq onu Banunun Günelinə bənzətdiyini deyib. Aynur isə Allah eləməsin reaksiyasını verib. Onun bu sözləri sosial şəbəkələrdə tənqid edilib. Səhifələrdə yayılan videoya yüzlərlə şərh yazılıb və hər kəs Aynurun bu hərəkətini kobud olduğunu bildirib. Azərbaycanda yanvar ayının 17-sinə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Vurğulanıb ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyinat olub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nigar Səfxanova bu vəzifəyə gətirilib. Yeni təyin olunmuş direktor kollektivə agentliyin ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsi müdiri Samir Həmidov tərəfindən təqdim edilib. Qeyd edək ki, Nigar Səfxanova son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib. Prezident İlham Əliyev Azərbaycan-Xəzər Dənizi Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rauf Göyüşoğlu Vəliyevi vəzifəsindən azad edib. Prezident az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Onun digər sərəncamı ilə Əfqan Süleymanoğlu Cəlilov ASKONun sədri təyin edilib.